Sual belədir ki, özünü öldürmüş, yəni intihar etmiş müsəlmana cənazə namazı qılmaq olarmı? Cavab odur ki, əgər bir müsəlman intihar eləyərsə, özünü öldürmüş olarsa, o İslam dairəsindən çıxmır. İslam dairəsindən çıxmır, müsəlman olur və o insan bu müsəlman olduğu hökmünə görə cənazə namazı ona qılınır. Cənazə namazı ona qılınır. Sadəcə və sadəcə devlətin rəhbəri, belə deyək, əmir, hakim və yaxud da qazi və yaxud da böyük bir devlətdə çəkisi olan, ölçüsü olan, etibar olan alim sadəcə bu təbəqələr qılmırlar. O adama elə bil ki, bu əməli pisləmək məqsədi ilə. Yəni, belə bir əmələ insanlar addım atmasın deyə, belə bir əməlin çox çirkin olduğuna görə, qınansın deyə belə bir əməl, ona görə belə səviyyəli insanlar, bayaq zikr elədiklərim kimləri, imtina eləyə bilər cənazə namazı qılmaqdan. Lakin o birisi müsəlmanlar və başqa, yəni ki, bayaqki vəsflər daşımayanlar, müsəlmanlar və yaxud da başqaları cənazə namazı qılmalıdır. Necə ki, Şeyx Fovzan Rəhməhullahdan soruşurlar. Deyir ki, belə adama sadəcə belə böyük imamlar, alimlər, rəhbərlər namazı qılmır, ona ibrət olsun, dərs olsun deyə, başqalarına da. Amma ümumi şəkildə ona cənazə namazı deyir, qılmaq vacibdir. Şeyx Fovzan Rəhməhullah deyir ki, yəcibu, yəni vacibdir. Qısacası Şeyxülislam İbn Teymiyyə, İbn el-Qayyim, Əhməd İbn Həmbəl, İmam Ən-Nəvavi və həmçinin Şeyx İbn Baz, Şeyx İbn Ütheymin, Salih Əli-Şeyx və həmçinin Şeyx Lüheydən, hamısı bunların deyir ki, özünü öldürsə də müsəlman, intihar eləsə də, o İslam dairəsindən çıxmır, müsəlman olaraq qalır. Və bu baxımından da ona siravi müsəlmanlardan kimsə cənazə namazı qılmalıdır. Hətta Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, Muhammed sallallahu aleyhi və səlləm həmçinin borcu olana da cənazə namazı qılmazdı. Yəni cənazə gətirildiyi zaman Peyğəmbər s.ə.v soruşardı ki, bu borclu mu öldü? Desəydilər, bəli, kimsə qalxıb deməsəydi ki, mən bunun yerinə ödəyirəm onun borcunu, yəni borclu olaraq öldüyü və kiminsə ödəməyinə boyun olmadığını bilsəydi, Peyğəmbər s.ə.v imtina eləyərdi, ona da cənazə namazı qılmazdı. Və sahabələr ona cənazə namazını qılarlardı. Şeyxülislam İbn Teymiyyə rahmehullah deyir ki, intihar eləyəndə bu hökmdədir. Yəni, böyük bir imamın, böyük bir alimin, rəhbərin qılmaması, bu o demək deyil ki, o insana cənazə namazı qılmır. Bu o deməkdir ki, sadəcə atdığı əməl, yəni ki, etdiyi bu əməl çirkin və xoşa gəlməz olduğuna görə belə adamlar qılmırlar ki, ona və onun mislində olan adamlara dərs olsun ki, belə şeyə addım atmasınlar, belə şeyə addım atmasınlar. Və qiyamət günü başqa böyük günahlar edənlər kimi onun aqibəti Allaha qalıb, istər bağışlar, Allah Azza və Cəl istər onu cəhənnəmdə günahından kəffarlığına kimi yandırar. Bu belədir. Bu belədir. Təbii ki, şərti odur ki, intiharı halal görməmək şərti ilə. Halal görməmək şərti ilə. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.